Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək Qarabağ-Chelsea oyununun biletləri ilə bağlı yaranmış qalmaqal azarkeşlərin hiddətinə səbəb olub. Biletlərin qara bazarda satışa çıxmasına etiraz edən azarkeşlər sosial şəbəkələrdə qarşılaşmanı boykot etmək çağırışı edirlər. Biz iTicket.az saytı vasitəsilə biletlərin əldə olunmasına yaranmış problemi süni hesab edirik və bilirdik ki, bunun nəticəsi qara bazarın işə salınması ilə nəticələnəcək. Elə bir gün sonra sosial şəbəkələrdə bilet satışı ilə bağlı elanlar yayılmağa başladı. 10 manatlıq biletlər 30-40 manata təklif olundu. Ona görə də hamılıqla oyunu boykot etməliyik. Qoy həmin saxta yollarla əldə olunmuş biletlər elə qara əllərdə də qalsın. Eybi yoxdur. Sevimli komandamızın oyununa televizordan baxarıq. Amma qara bazardan bilet almamalıyıq ki, gələcəkdə belə hallar təkrarlanmasın, deyə azarkeşlərdən biri bilet qalmaqalına qəzəbli reaksiya verib. Onu da qeyd edək ki, bu çağırışa yüzlərlə dəstək rəyləri yazılıb.